Salam dostlar, Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin İlxan Mayloğlu. Xoş gördük, necəsiz, nə var, nə yox. Bəli, bugün ayın 27-sidir dostlar. Həftənin başlanğıcıdır. Bəyənin, paylaşın, abunə olun, səs salın hər yana ki, biz efirdəyik. Yığışın görək, nə edirik. Bəli, gündəmimiz hadisələrlə doludur dostlar. İlham Əliyev və onun bandası ağlına gələn nə olursa işləyirlər, verirlər internetə, sosial şəbəkələrdə. Ona böhtan, buna şər, nə istəsən yazırlar. Hikmət Hacıyevdən qəhrəman düzəldirlər, nə bilim, sadəcə olaraq dəhşət. Yəni, elə adamlar, bəzən bayaq bir Aydın Mirzəzadə var, deməli, Mingəçevirin deyəsən Mingəçevirdən seçilən deputatdır. Deməli, bu şərəfsiz, təsəvvür edin dostlar, Mingəçeviri demək olar gözəlləşdirib. Bu da təsəvvür edin, bu da yəni bizim əleyhimizə, bizə nəsə güya ki, Hikmət Hacıyev böyük bir qəhrəmanlıq edib. Sadəcə olaraq bu İlham Əliyev və onun mediasının belə şərəfsiz gedişi əslində elə ondan xəbər verir ki, bunlar bir şeyi anlamırlar. Bir şeyi anlamırlar ki, daha doğrusu anlayırlar, bilirlər. Sadəcə olaraq özlərini elə aparırlar ki, güya bilmirlər, güya elə belə də olmalıdır. Necə yəni? Məsələn, Hikmət Hacıyev çox gözəl bilir ki, məhz İlham Əliyevin yanında olmaq vətənə xəyanətdir. İnanın mənə. Yəni bu 2 vur 2 qədər hamımız 2003-cü ildə yadımıza salaq o kadrları. Mən İstəsəniz 50 dənə, 100 dənə həmən o deyək ki, paylaşımlarla bağlı, həmən o kadrlarla bağlı kadrlar göstərə bilərəm sizə ki, İlham Əliyev 2003-cü ildə hansı cinayətlə hakimiyyətə gəlib və həmən o gündən bu günə qədər təsəvvür edin, 23 ildir İlham Əliyevin bu cinayətləri davam edir və bu gün təsəvvür edin, həmən bu gün həmən o Aydın Mirzəzadə hansı ki deyir ki, məsələn, deyək ki, bizdə deputatlar da lazımdır ki, geçsinlər xaricdə, o xarici blogerlərdən danışsınlar filan. Bunlar hamısı bunu gözəl bilirlər, sadəcə qabaqdan gəlmiş deyirlər. Yəni, deyək ki, öz paxırlarını, öz cinayətlərini ört-bastır eləmək üçün belə şərəfsizlik edirlər, təsəvvür edin. Amma o məşhur bir anekdotda deyildiği kimi Aydın Mirzəzadə yeməzlər, enində, sonunda sən və sənin ətrafında olan o 125 deputat adıyla bugün parlamentdə oturan düdüklər, hamınız Allahın köməkliyi ilə cəzanızı alacaqsınız. Ona görə ki, məhz siz oturduğunuz kresloda kimə xidmət eləməlisiniz, heç vaxt ona xidmət eləmədiniz. Sadəcə olaraq sizi cinayətkarcasına gətirdilər, oturtdular orada, sizə o səlahiyyəti verdilər ki, bu xalqı nə qədər istəyirsən əz, böhtan at, şərrə, sadəcə olaraq biz hakimiyyətdə qalaq.